Salam değerli izleyiciler, bugünkü izahımız olacaq Rusiya 13, 14, 15, 16-cı əsrlər hissəsi. Biz Monqol dövlətini keçəndə dedik ki, 1235-ci ildə Qaraqorun qurultayı keçirilir və Monqollar hərbi əməliyyatlarını genişləndirirlər. Hətta 40-cı illərdə, yəni 13-cü əsrin 40-cı illərində Monqollar əvvəlcə Volqa, yəni İdil Volqa Bulqarlarını asılılığa salır özündən və Rus knyazlarını asılılığa salır. Deməli, 13-cü əsrin 40-cı illərində Ruslar Monqollara tabe oldu. Bunları bildik. Sonra amma 14-cü əsrin əvvəllərindən artıq Moskva knyazlarının yüksəliş dövrü hesab olunur. 14-cü əsrin əvvəllərindən. Sonra biz Kulikova döyüşündə keçmişik. Qızıl Orda Monqol mövzusunda 1380-ci ildə Kulikova döyüşü baş verdi. Qızıl Orda sərkərdəsi, xanı yox, sərkərdəsi, Qızıl Orda sərkərdəsi Mamay xanın başçılığı altında oldu və nəticəsində Qızıl Orda Mamay məğlub oldu və Ruslar, yəni Rus knyazlarının vassal asıllığından çıxdı. Ruslar asılılıqdan çıxır. Hansı döyüş nəticəsində? Kulikova 1380. Bu döyüş nəticəsində asılılıqdan çıxdı. Sonra davam edən nədən? Biz Qızıl Orda dövlətini keçəndə demişdik ki, Qızıl Orda Toxtanmış hakimiyyətə gəlir. Teymurun köməyi ilə hakimiyyətə gəlmişdi. Teymurun vassalı idi. O hakimiyyətə gəlir və gələndən sonra Moskvanı tutur və yandırır. Yəni 1380-ci il Kulikova döyüşün intiqamını alır. Moskvanı tutur, yandırır və yenidən Rus knyazları Qızıl Ordaya tabe olurlar 1382-ci ildən etibarən. Sonra davam edən nədən? Terik döyüşündən danışaq. Terik döyüşünü həm Teymurlər mövzusunda, həm də Qızıl Orda mövzusunda keçmişdik ki, 1395-ci ildə Teymurla Toxtanmış arasında döyüş baş verir. Bu döyüş Terik döyüş adlanır. Qızıl Ordanın şərq əraziləri tutulacaq Teymur tərəfindən. Saray Batıq, Saray Bərçə, təbii ki Bərçə, Saray Bərçəni də dağıdırlar. Yəni Teymur burada qalib gəlir. Və təbii ki Qızıl Ordanın məğlub olması Ruslara sərf edir. Və Qızıl Orda artıq zəifliyib parçalanmaya başlayır və Qızıl Orda da, daha doğrusu Rusların da bu təbii ki güclənməyinə səbəb olacaq. Bunu bildik. Terik döyüşü nə vaxt oldu? 1395-ci ildə deməli baş verdi Teymur və Toxtanmış arasında. Və bundan sonra artıq Qızıl Orda parçalanmaya başlayır və Moskva knyazları knyazlığında daha doğrusu şəhərlər inkişaf eləyir. Moskva şəhəri ticarət, sənətkarlıq mərkəzi olur. Yəni belə. Sonra nədən davam eləyə bilərik? Sonra danışaq biz nədən? Bir də bu dövrdə Rus knyazları Qızıl Ordu xanlarından titul almaq, yəni böyük knyaz titulu almaq uğrunda mübarizə aparırlar. Və bu mübarizədə də təbii ki Moskva knyazlığı qalib gəlir və Qızıl Ordu xanından yarlıq, yəni icazə kağızı alırdı. Bunu bildik. Sonra nə deyə bilərik? Sonra danışaq nədən? Nümayəndəsi, Rus nümayəndəsi, knyazlıq nümayəndəsi 3-cü İvanla. 3-cü İvan 1410 təzə kitabda desən hakimiyyətləri çıxarılıb 1462-1505-ci illərdədir. Ona nə deyə bilərik? Onun dövründə Rus torpaqları artıq Moskva knyazlığı ətrafında birləşməsi sürətlənir. Sonra biz Ağqoyunlu mövzusunu keçəndə, Uzun əsərini keçəndə orada yadınızdadırsa 3-cü İvanın orada adını eşitmişdik. Sonra Uqra görüşü, Uqra çayı sahilində görüş, məşhur görüş 1480-ci ildə oldu. Moskva knyazlığı ilə Qızıl Orda arasındadır. Qızıl Orda xanı Əhməd xandır. Əhməd xan yenidən istəyir ki, Rusları asılılığa salsın, amma heç bir döyüş baş vermir. Və bununla da 1480-ci ildən etibarən Qızıl Ordadan Rusların asıllığına bir dəfəlik tamamilə son qoyuldu. Bunu bildik. Deməli, 3-cü İvanla nə yadımızda qaldı? Uqra görüşü və vahid Rus dövlətinin yaranması, Rus torpaqları onun ətrafında, yəni hakimiyyət dövründə Moskva ətrafında Rus torpaqları birləşməsi. Onu deyə bilərik. Sonra o məşhur 4-cü İvan Groznu. 4-cü İvan Groznu taxta gəlir 1533-cü ildə knyaz taxtına oturdu. İlk dəfə onu qeyd edeyim ki, çar titulunu alan məhz elə 4-cü İvan Groznudur. 1547-ci ildə çar titulunu aldı. Sual, bəs Rusiya tarixində ilk dəfə imperator titulunu kim almışdı? 1-ci Pyotr. Neçənci ildən etibarən? 1721 Niştat sülhünə əsasən. Və burada İsveçlə müharibə aparır və qalib gəlir. Baltik dənizinə çıxış əldə edir. 1-ci Pyotr. Deməli, 4-cü İvan Grozno dedik ki, 1533-də gəlir.
1547-də çar titulunu qəbul eləyir və ilk Rus çarıdır. Onu diqqətlə yadınızda saxlayın. Deyəcəm, yadınızdan çıxardım. Hə, və onun dövründə güclü, mərkəzləşmiş idarə sistemi yaradacaq və bunun üçün də bir sıra tədbirlər həyata keçirir. Məsələn, nə deyə bilərik onun tədbirlərinə? Deyə bilərik ki, bunun dövrünə nə deyə bilərik? Hərbi sahədə islahat keçirir, orduda yeniliklər həyata keçirir, boyar müxalifətini ləğv eləyir. Bax, diqqətli olun. Bu MİQ imtahanına bir dəfə düşmüşdü, yazmışdı Boyar Dumasını. Xeyr, Boyar Dumasını yox, boyar müxalifətini ləğv eləyir. Hakimiyyətə qarşı çıxanlara divan tutur. Sonra məmurların öz başına rüşvətxorluğuna qarşı mübarizə aparır, onları cəzalandırır. Sonra çar məmurların əhali hesabına saxlanması qaydası ləğv olundu. Deməli, güclü, mərkəzləşmiş hakimiyyət yaratmaq üçün nə etdi? Hərbi sahədə islahat keçirdi, hakimiyyətə qarşı çıxanlara divan tutdu, boyar müxalifətini ləğv elədi, sərt cəza tədbirləri gördü və çar məmurlarının əhali tərəfindən saxlanılması qaydası tamamilə ləğv olundu. Bura qədər yəqin ki, aydındır. Sonra onun dövründə bu daxili vəziyyətdən danışdıq. Bir də onu demədim, yadımdan çıxdı. Bir də onun dövründə İngilislərin Moskva şirkəti var. Moskva şirkət deyəndə rusların deyil, diqqətli olun. Məsələn, Ostin şirkətidir, sonra Moskva şirkətidir. Bunlar İngilislərin şirkətləridir və Ostin şirkətinin fəaliyyətini də öz ölkəsində dayandırır. Ümumiyyətlə, yəni öz ölkəsində dayandırır da, yəni Ostin şirkətinin fəaliyyətini dayandırmır tamamilə. Yəni öz ölkəsində, Rusiyada onun fəaliyyətini dayandırdı. Bunu bildik. Sonra keçək əsas məsələyə. 4-cü İvanın həyata keçirdiyi xarici hücumlardan, işğallardan, ərazilərini genişləndirmə siyasətindən danışıq biraz. Sonra bu dövrdə yəni Rusiyanın işğalçılıq siyasətinin əsas məqsəd nədir? Əsas məqsəd 16-cı əsrdə Volqa boyu əraziləri tutmaq. Volqa boyu əraziləri tutmaqdır və 4-cü İvanın dövründə də işğallar yolu ilə yəni bu siyasətini həyata keçirəcək. Və onun dövründə Qazan xanlığıdır, hansı ki Həştərxan xanlığıdır, hansı ki bunlar belə deyim ki Qızıl Orda dövlətin zəifləməyi nəticəsində yaranmış xanlıqlar ki Qazandır, Həştərxandır, Sibirdir, Noqay ordasıdır, yəni bunlar. Və Qazan xanlığını tutur, sonra Həştərxan xanlığını da tutacaq. Məsələ 4-cü İvan Qroznunun hakimiyyəti dövründə həyata keçirir xarici işğallardır, belə deyək. Deməli, Qazan Həştərxan tutuldu 16-cı əsrin ortalarında. Yəni, bunlar Volqa boyu ərazidə yerləşirdi. Qazan Həştərxan tutuldu. Bir də, bunu diqqətli olun ki, Qazan və Həştərxanın tutulmağının nəticəsi nə ola bilər? Nəticəsi, Rusiya üçün nəticəsi oldu ki, Volqa-Xəzər ticarət yolu Rusiyanın əlinə keçdi. Bu qədər sadə. Deməli, 16-cı əsrdə Qazan və Həştərxan əraziləri tutulur və nəticəsində Volqa-Xəzər ticarət yolu Rusiya tərəfindən ələ keçirilir. Bir də ən çox çaşdırılan hissə nədir? Sibirin ələ keçirilməsi. Məsələn, testdə sual var, bu taymin testində sual var ki, Sibirin tutulmasını da 4-cü İvan Qroznunun dövrünə aid eləyir variantlarda. Biz bilirik ki, bu kişi hakimiyyətdə olub 1584-ə qədər. Amma Sibirin işğalı isə 1598-dədir. Deməli, Sibirin işğalı 4-cü İvan Qroznunun dövrünə düşməyəcək. Yadınızda saxlayın. Deməli, digər yəni hökmdar Rus çarının dövründədir ki, Sibir işğal olunur. Yəni 16-cı əsrin sonlarında. Yəni 1598-ci ildə oldu. Və diqqətli olun ki, bayaq dedim ki, onu yadınızdan çıxarmayın. Və bayaq dedim ki, Qazan və Həştərxanın işğal olmasının nəticəsi oldu ki, Volqa-Xəzər ticarət yolu Rusiyanın əlinə keçir. Bax, unutmayın bunu. Amma Sibirin işğalı, yəni 1598, bunun işğalının Rusiya üçün nəticəsi nədir? Rusiya şərq ölkələrlə birbaşa ticarət əlaqəsi saxlamaq imkanı qazanır. Bunu da bildik. Sonra keçək nəyə? Məşhur o Romanovlar sülaləsi, hansı ki 1613-cü ildən Rusiyada hakimiyyətə gəlirlər, ta ki 1917-ci il fevral inqilabı nəticəsində hakimiyyətdən gedəcəklər və onun da sonuncu nümayəndəsi 2-ci Nikolaydır. Deməli, Romanovlar hakimiyyətə gələcək 1613-cü ildə, sonra 1917-ci ildə isə sonuncu nümayəndəsi 2-ci Nikolaydır. Fevral inqilabı nəticəsində hakimiyyətdən gedəcək. Sonra başqa nə deyə bilər? Bir dənə test təkrarlayaq bu dedik danışılarımızdan biraz. Kulikova döyüşü dedik nə vaxt oldu? Kulikova oldu 1380-ci ildə. Bəs Terik döyüşün biz nə vaxt dedik? Terik döyüşü isə 1395-də Teymur Toxtamış arasında. Toxtamış Moskvanı nə vaxt yandırdı? 1382-ci ildə. Sonra
Vahid Rus dövləti kimin dövründə idi? 3-cü İvan. Sonra ilk Rus çarı kim oldu? 4-cü İvan Grozny. Boyar müxalifətini ləğv edən kim oldu? 4-cü İvan Grozny. Qazan Həştərxanı tutan kim oldu? Yenə də 4-cü İvan Grozny. Sibir xanlığını tutan 1598-də kim oldu? 4-cü İvan Grozny. Yox. Yəni digər nümayəndələrin dövründədir. Çünki o 84-ə qədər hakimiyyətdə olub. Romanovlar sülaləsi nə vaxt hakimiyyətə gəldi? 1613-də. Nə vaxta qədər? 1917-ci ilə qədər. Bu izahımız bu qədər. Sizə uğurlar.